Sənətkar olaraq zamanəmizin irəlidə gedə bilən, progressiv, inqilaba yardım edə bilən sənətkarımı sayırsınız? Bu suala qəti, aydın cavab verin. Yox, Cavid əlbəttə inqilab epoxasının şairi deyil. O özü dərk eləmədən müsavatçılara xidmət eləyir. Bu başqa məsələ. Hər şeyi öz adı ilə demək lazımdır. Biz Cavidlə komissarlıqda da bu barədə söhbət eləmişik. Niyə traktordan yazmırsınız deyəndə, divardakı mənzərəni göstərib, bəs siz burada niyə traktor şəkli asmırsınız dedi. Cavid hələ də bu fikirdə israrlıdır ki, ədəbiyyat başqa, siyasət, təbliğat başqa. Çıxışçı barmağını zala tuşlayaraq silkələyir. Biz bu fikirdə olanlarla qəti, amansız mübarizə aparacağıq. Gecədir. 2 iyun 1937-ci il. Saat 22:50. Qara maşın binanın qarşısında durur. Hərbi geyimli şəxs maşından düşən hərbiçiyə salam verir və onu Mircəfər Bağırovun otağına ötürür. Разрешите, товарищ Багиров? Добрый вечер. Фараззаде признался, что он японский шпион. Японский шпион? Да, товарищ Багиров. В прошлом году в составе делегации он ездил в Японию. Там был завербован японской разведкой, получил у них мешочек яда с заданием высыпать в Каспийское море. Все, кажется, с головой не все в порядке. Ничего другого не могли придумать? Он сам признался, товарищ Багиров. Ничего не отрицал, собственноручно подписал свои показания. Ничего не подписать. Дальше. Вчера в «Интуристе» был банкет нефтяников. Когда поднимали тост за вас, нефтяник Сафаров не выпил. Это племянник врага народа Климра Гусинова? Так точно. Ладно. Что у тебя еще? Список писателей, подлежащих аресту. Ахунзаде Джавад Мамедоглу. Ахмед Джавад, старый мусаватист, пантюркист, националист. Его стихотворение «Гёй-гёй». Знаю, знаю. Микаэль Мишфик. Очень лав ушахды. Юлдаш Багиров. Микаэль Мишфик находится под сильным влиянием Ахмеда Джавада. Для маскировки написал поэму о товарище Сталине, а на самом деле еще больше националист, чем Ахмед Джавад. Оказывает на молодежь дурное пагубное влияние. Очень популярен и потому опасен. Много умов может отравить. Слушай, ты тут меня политграмоту не обучай. Прошу прощения, товарищ Багиров, я только хотел сказать... Меня не интересует, что ты хотел сказать. Джавид. Да, чем Галтычи? Товарищ Багиров, московские товарищи ставят нам вину, что мы не торопимся изобличить врагов народа в писательской среде. Bağırov kök sötürərək qələmdandakı bütün qələmləri ovcunun içine alır və hirslə yumruğunu masaya vurur. Cavid'in neçə yaşı var? 55. 55. Sonra ayağa qalxıb, ağır-ağır radioya yaxınlaşır, musiqinin səsini artırır, diqqətlə qulaq asır və soruşur. Bilirsən bu kimin sözləridir? Yox, yoldaş Bagirov. Cavid haqqında sənəd gətirmirsən ki, qol çəkim. Elə bu vaxt
Radyoda onun qəzəlini oxuyurlar. Виноват, товарищ Багиров. В театре дали задание, все пьесы сняты из репертуара. Сегодня кинофабрика получила указание расторгнуть с ним договор. А вот про радио забыли. Виноват, товарищ Багиров. Извините, а кто поет? Это же тебе не касается. Bağırov sənədi imzalayıb hərbiçiyə uzadır. Благодарю, товарищ Багиров. Разрешите идти? Иди. Слушай. Джавиду, никаких физических мер воздействий. Понятно? Dayan. Ailesine de dokunmayın. İyun saat 18:30. Əhməd Cavad və Müşfiq Cavidin qonaqlarıdır. Biri görürsem bir Triniçi moizeye başlayar ki, Cavid küçük burjuva şairi kimi, Müşkünaz xanım onlara çay gətirir. Cavid xırda burjuva ədibi kimi. Mən bakkalların şairiyəm. Heç olmasa deyirdi ki, iri burjuva şairi kimi. Yaxşı, mən sizə nə oxuyum ki, xırda burjuva ruhu olmasın, hə? Azərdən. Ben yetiştim ateşle su öpüştüğü bir ülkeden. İzliyorken sevgi yolu acı duydum her kölgeden. Bir yoksulum her dileğim diz çöktürür zenginleri. Bir arifim bilmediğim aşar durur enginleri. Bir aşıgım feyz alırlar benden irfan çobanları. Bir çobanım qaval çalar, inletirim vicdanları. Üsyan. Keçmişlərə, keçmişdəki adətlərə üsyan. Məbədlərə, qalpaqlara, çarşaflara üsyan. Şaşqınlığa yox zərrəcə imkan. Üsyan. Həp əski xurafata da üsyan. Həp köhnə hurufata da üsyan. Cavid təbəssümlə ona baxır. Sən bunları hardan bilirsən? Azər ki hələ çap olunmayıb. Yadınızda deyil. Keçən ay sizə gəlmişdik. Bu parçanı oxudunuz. Yadımda qaldı. Müşfiqin yaddaşına söz ola bilməz. Yazıçılar İttifaqının bütün üzvlərinin hamısı bir yerdə müşfiq qədər şeir əzbər bilmir. Ertoğrul və Turan qapıdan boylanır. Bizdən daha xoş gün görəcəklər. Lazımsa cəhalətlə güləşmək, bir çarə var ancaq, yeniləşmək. Öz şeirlərindən oxu, son şeirlərindən. Son şeirlərim biraz bədbindir. Qorxuram sizi də qəmləndirəm. Eyb etməz. Bizim elə bütün həyatımız qəm-qüssə içində keçmədi mi? Oxu. Ah, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Həyat dedikləri bu çeşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Həyat, həyat deyə çırpınır könül, könüldən, sevdadan necə əl çəkim? Otağa sükut çökür. Əhməd Cavad əlini onun əlinin üstünə qoyur. Möhkəm olun Müşfiq. Taleyimizə nə yazılıbsa, onu kişi kimi qarşılamalıyıq.
Cavad. Axı Müşfiqin vur tut 28 yaşı var. Birdən Cavad Ertuğrulu görür. Ertuğrul, sen orada niye durmuşsun? Şeiri dinleyirdim. İçeri niye gelmirsən? Mane olmak istemedim. Belki sen de şair olmak istiyorsan. Yazıq deyil. Bizim zamanədə şair olmaq başını bəlaya salmaqdır. Yo. Ertuğrul bəstəkar olmaq istəyir. Musiqiyə çox meyillidir. Düzdür, ara bir şəkilzat çəkir, amma musiqiyə daha çox meyillidir. Cavad, biz hamımız şeir oxuduq, növbə sənindir. Təzə şeirlərindən oxu. Vallahi adamda şiir yazmağa həvəs qoyublar ki. İndiki deyirsiniz, təzə yox, köhnə şeirlərimdən birini oxuyaram. O şeiri burada oxumayıb, harda oxuyacağım ki? Ben her yılda 1 Mayıs'a pek çok ümidler bağlaram. Her geleceği Mayıs üçün Neysan ağlar, ben ağlaram. Sensiz bir gül ya bir şiir nereden beni memnun edir? Sorsa bir kez derdin nedir? Soran ağlar, ben ağlarım. Cavid üzü gölə tərəf gedir. Əsən külək qəlbləri üşüdür. Cavid geri dönür. Üzündə kədər, istirab. Müşkünaz xanım hövümak yuxudan oyanır. Masa arxasında yazı yazan Cavid soruşur. Müşkünaz, ne olub? Heç. Pis yuxu görürdüm. İndiki oyanmısan? Dur bir qəhvə hazırla. Bu saat. Müşkünaz yan otağa keçir. Sinəsi üstə kitabla yuxulayan Ertuğrulu görüb köks ötürür. Turan da yatağında çevrilir. Müşkünaz oğlunun sinəsi üstündəki kitabı götürüb işığı söndürür. Cavid yazmaqla məşğuldur. Saatın kəfkiri 3-ün yarısını göstərir. Bu vaxt qapı döyülür. Cavid qapıya yaxınlaşıb açır. Hərbi geyimli adamlar içəri daxil olur. İşığı yandırın. Onlardan biri ədəbi şurada iştirak edən müstəntiqdir və Cavidin həbsi haqqında sənədi ona göstərir. Geçin aylaşın. Ne oldu? Siz de oturun. O otağı yoklayın. Hərbçilərdən biri yan otağa keçərək boylanır və Ertuğrulun yatdığını görür. Müstəntiq Cavidin yazı masasından yazıları çıxararaq stolun üstünə qoyur.
Digər hərbçi otaqdan gətirdiyi çamadanı stolun üzərinə qoyur. Mamedov, otur yaz. Onlar Cavidin bütün əl yazmalarını çamadana yığırlar. Bütün bunları kədərlə izləyən Cavid dillənir. Bu nüsxələrin hərəsindən 2-3 dənədir. Bəlkə qoyasız, biri qalsın. Olmaz. Üçə 20 dəqiqə qalıb. Çamadanı bağlayan hərbçinin səsi eşidilir. Dəyişək və yatacaq götürün. Qara kostyumu götür. Bəlkə təzə kostyumunu gətirim. O gün Köroğluya geyindiyini. Yox. Bugünə o köhnə qara kostyum yaraşar. Darıxma müşkinası. 1-2 günə qaydarım. Mənim elə bir gizlin işim yoxdur. Görək nə soruşacaqlar. Ertoğrul Baba, bu nədir belə? atasını qucaqlayır. Heç, sakit ol. Ağlama. Nə ola bilər axı? Baba. Kişi ağlamaz. Sınar, əyilməz. Mənim adımla Turanı da öpərsiz. Amma indi o yatmayın. Cavid asılqandan papağını və qapının girəcəyindən əsadını götürüb geri dönür. Müşkinaza və Ertoğrula mənalı baxışlarla əlvida deyir. İblis xislətli müstəntiq də kin-küdurət yağan baxışlarını onlara tuşlayır. Müşkinaz xanım ağlamağa başlayır. Ertoğrul anasının başını sinəsinə sıxır. Ana, yavaş, Turanı oyadarsan. Hərbçilər cəld Cavidi maşına oturdur və avtomobil hərəkət edir. Həmin gecə Əhməd Cavadı da, Müşfiqi də həbs edirlər. Mircəfər Bağırov alovlu çıxış edir. Xalq düşmənlərinin, Yapon, Alman casuslarının, Trotskisi yanxorların kökünü kəsməli. Xalq düşmənləri adlandırdıqları insanların döşlərinə nömrə taxaraq şəkillərini çəkirlər. Bağırovun çıxışı davam edir. Bizim qələbələrimizə, doğma əziz partiyamıza, sevimli Stalinimizə əl qaldırmaq istəyən hər bir kəsi amansızcasına məhv eləyərik. Çıxış sürəkli alqışlarla qarşılanır. Dəmir barmaqlıqlar arasında repressiya qurbanlarının şəkilləri görünür. Bağırov çıxışını davam etdirir. Uzun müddət çoxlu kultur təşkilatlarında qəddar xalq düşmənləri işləmişlər. Görün, Yazıçılar İttifaqında kimlər əyləşmişdi? Əhməd Cavad, Əli Nazim, Böyəqə Talıblı, Əhməd Driniç, Tağı Şahbazi, Hüseyin Cavid, Mikail Müşfiq, vətən xainlərinə ölüm. Sosializm qələbələrinin təşkilatçısı və ilham verici qüvvəsi olan doğma, sevimli, əziz Stalinə eşq olsun. Sənədli filmlərdən epizodlar göstərdi. Ve program Naroda, Здравствует, Великий Stalin. Vətəndaş Hüseyn Cavid.
Nəzərinizə çatdırıram ki, sizin bugün istintaqa verəcəyiniz doğru ifadələr hardasa vəziyyətinizi müəyyən mənada yüngülləşdirə bilər. Ona görə də mən təklif edirəm ki, suallara səmimi cavab verəsiz. Aydındır? Başlayaq. Adınız, familiyanız. Bilirsiniz ki, Hüseyin Cavid. Tam şəkildə. Hüseyin Abdullaoğlu Rassizadə. Anadan olduğunuz tarix? 24 oktyabr 1882-ci il. Harda anadan olmusunuz? Naxçıvanda. Ailə vəziyyətiniz? Evliyəm. Arvadım Müşkünat Cavid. 1918-ci ilin avqust ayında evlənmişik. 2 evladım var. Ana, bir ildən sonra yubileymiş ki. Evlənməyinizin 20 illiyini deyirəm. Belə zarafatları öz taytuşlarınızla eləyin. Məmur Cavidə siqaret təklif edir. Buyurun. Götürün, götürün. Hüseyin Cavid xatirələrin qanadında uşaqlıq dövrünə gedir. Hüseyin ağaca dırmaşır. Anası onu çağırır. Hüseyin, ay Hüseyin, bura gəl oğlum. Sənin üçün qəşəng köynək tikmişəm. Gəl görək sənə necə olur, hə? İstəmirəm. 100 belə köynək tiksən də molla məktəbinə getməyəcəm. Vəssalam. Ay Allah, mən bu uşaqla bacarmıram da. Heç bacarmıram bu uşaqla. Görürsən də Bu bax. uşaq ilin bu vaxtında ağaca niyə dırmaşır? Molla məktəbinə getmək istəmir. Əlimdən qaçıb çıxıb ağaca. Düz eləyir də. Bir evdə bir molla bəstəyir. Yox, mən istəyirəm onu Sidqinin məktəbinə göndərim. Qoy oxuyub alim olsun. Neynək? Allah qoysa onu İstanbula göndərəcəyəm. Qoy əməlli başlı təhsil alsın. Allah qoysa. İşdi şayət ömrüm çatmasa, amma Məhəmməd, onu İstanbulda sən oxudurarsan. Книжный шкаф. Записываешь? Записываю. Hüseyin Cavidin evindəki əşyalar müsadirə olunur. Круглый стол и 2 стула. Müşkünaz divara söykənib, kədərlə otaqdakıları seyr edir. Ну как, успеваешь? Учти, обед час. Успеем? Поторопитесь. Еще, успею. Ковер ручной работы. Метр на 1,5. Gələnlərdən biri gecə lampasını apararkən Müşkünaz ona yaxınlaşır. Настольная лампа, письменный стол. Bunu niyə aparırsınız? Niyəsi sizə 2 ay bundan qabaq məlum idi. Elə günü bugün mənzili boşaldı, buradan köçərsiniz. Hara? Hara desələr, ora. Hamı gedəndən sonra Müşkünaz xanım otağın ortasındakı tək stulda əyləşib köks ötürür. Bu vaxt Turan cəld addımlarla otağa daxil olub anasına yaxınlaşır. Ana, hə?
Ana buna bax. Babamın əl yazmalarıdır. Nə yaxşı duyuq düşmədilər. Mətbəxdəki tumbuçkadan tapdım. Sevda. Yəqin Xəyyamdandır. Deyirdi axı, Xəyyamın sevgilisinin adını Sevda qoyacam. Gizlət bunu. Al. Keç. Cavidi dəmir çarpayı qoyulmuş qaranlıq otağa salırlar. O, bükülmüş döşəyi ağır-ağır açaraq uzanmaq istəyir. Bu vaxt nəzarətçi kiçik pəncərəni açaraq deyir. Uzanmaq, yatmaq olmaz. Cavid kədərli-kədərli düşüncələrə qərq olur. Yaratdığı obrazlar xəyalında canlanır. Şeyx, gəl. Gəl, sənə layiq deyil bu yer, yüksəl. Ah, o cənnət pərisi, nazlı mələk, bana yüksəl diyor, gülümseyerek. Görünür gözlərində nur-i dəha. Yüksəl, ey şeyx, gəl, düşünmə daha. Uf, məndən nə istiyorsun? Get. Məndə can qalmamış, bir insaf et. Kiçik pəncərə yenidən açılır. Bir parça çörək, dəmir stəkanda su və yemək pəncərənin qırağına qoyulur. Cavidin xəyal dünyasına səyahəti davam edir. Budur, qapı açılır. Bəyaz geyimdə şəvə hörüklü Müşkünaz xanım anası ilə birgə həyətə daxil olurlar. Cavid mənalı baxışları ilə onu süzür. Hər gülün cahanda bir ahəngi var. Hər əhli halın bir qibləgahı var. Hər kəsin bir eşqi, bir Allahı var. Mənim tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir cəllad olsa da. Sevgi xoşdur, sonu fəryad olsa da. Uğrunda mənliyim bərbad olsa da, son dildarım gözəllikdir, sevgidir. Kadr dəyişir. Ertuğrul bağlamanı çamadanın üstünə qoyub anası ilə bacısına yaxınlaşır. Otağı ağır-ağır seyr edir. Hüseyn Cavidlə sorğu-sual davam edir. Türkiyəyə niyə getmişdiniz? Ali təhsil almağa. Olsun. Türkiyə hökumətindən hansı gizli tapşırıqlar almısınız? Mənim Türkiyə hökuməti ilə heç bir əlaqəm olmayıb. Deməli olmayıb. Lap yaxşı. Müstəntiq masanın rəfindən şəkli çıxardıb Cavidin qarşısına atır. Kimdir bu adamlar? Eynəksiz tanıya bilmirəm. Həbs olunarkən eynəyimi aldılar. Buyurun. Müstəntiq eynəyi də verir.
İstanbulda çəkdirmişik bu şəkli. Bu mənəm. Bu da mənim müəllimim Rıza Tofiq bəydir. Çox böyük ədib, filosofdur. Tak. Rıza Tofiq. Deməli, Türkiyədə sizin müəlliminiz olub. Lap yaxşı. Hansı gizli tapşırıqlar verib sizə Rıza Tofiq? Nə gizli tapşırıq? O mənə şeirdən, fəlsəfədən dərs deyirdi. Eybi yoxdur, biz bunları aydınlaşdırarıq. Rıza Tofiqin işini tapın. Oldu. Tak. Bəs bu kimdir? Bu rəhmətli Abdullah Surdur. Aha. Çox parlaq ədəbiyyat.